Salam uşaqlar, 2023-cü il 4-cü qrup qəbul imtahanı 1-ci cəhd. Deməli 31-ci sual. Hansı halda azot atomu həm oksidləşdirici, həm reduksiya edicidir? Yəni azot atomu həm elektron versin, həm həm elektron versin, həm elektronu qəbul eləsin. A variantında heç bir dəyişiklik olmayacaq. Çünki azot müsbət 5-dən müsbət 5-ə gəlir. Cavab B variantı. Niyə yoldaşlar? Bir dənə baxın. NO2 müsbət 4 oksidləşmə dərəcəsindən gəlib həm HNO3 müsbət 5 oksidləşmə dərəcəsinə, bir də NO mənfi 2 müsbət 2 oksidləşmə dərəcəsinə. Azot müsbət 4-dən azot gəlib müsbət 5-ə nə edib? Bir elektron verib. Yəni reduksiya edicidir. İkinci halda isə azot müsbət 4-dən azot gəlib müsbət 2-yə, yəni 2 elektron qəbul edib oksidləşdirici olur. Sualın düzgün cavabı 31-də B variantı. Davam edirik 32-ci sualla. Deməli bizə verib qazlar bir-birinə reaksiyaya daxil olmayan X, Y, Z, T qazlarından nisbətdə qarşıladırdıqda qaz qarışığının orta molyar kütləsi deməli 29 qram bölünsün moldan kiçik olar. Havadan yüngül, havadan ağır, havadan yüngül, havadan ağır qazlar. Yoldaşlar, bu da əslində məntiqə əsaslanan bir sualdır. Aydındır ki, havadan yüngül qazları qarışdırsaq, onların orta molyar kütləsi 29-dan kiçik olacaq. Amma havadan ağırları qarışdırsaq və yaxud da havadan yüngül ilə havadan ağırı qarışdırsaq, orta molyar kütlə gəlib 29-dan böyük olur. Məsələn, aydındır ki, burada cavab X-la Z-i götürə bilərik. Məsələn, havadan yüngül qaz olsun H2 qazı, bir də olsun azot qazı. Bunu, məsələn, 1 mol hidrogen və 1 mol azotdan ibarət olan qaz qarışığını, gəlin bir dənə M ortasını hesablayaq. M orta bərabərdir 2 üzərinə gəlsin 28 bölünsün 2. Eləyəcək 30 bölünsün 2, o da eləyəcək 15. Yəni orta molyar kütləsi havanın orta molyar kütləsini, yəni 29-dan kiçik olan qaz qarışığı almaq olar. Sualın düzgün cavabı X-dan Z, o da eləyəcək 32-də D variantı. Sonra gəlir 33-cü sual. Görək bizə 33-cü sualda nə verib? Sadə riyazi bir sualdır. Deməli, verib oksigen, oksigenden ozonu altından alırıq. Deməli, ozon. Bura 2 düşəcək, bura 3 düşəcək. Başlanğıc sərf olunan tarazlıq. Baxaq yoldaşlar, oksigenin başlanğıcına verib 7, oksigenin tarazlığına verib A. Və ozonun, aydın ki, başlanğıcı olmayacaq, amma ozonun alınan nə qədərdir yoldaşlar? 4. 4 isə deməli burada 4 olacaq. İndi yoldaşlar 3 mol oksigendən 2 mol ozondursa 4-ündən aydındır ki 6. Elə deməli bura olacaq 6. Onda A-ya gəlir düşür 1. Bizdən nəyi soruşur? A-nı və tarazlıq sabitini hesablayın. Deməli A-nı tapdıq ki A bərabərdir 1-ə. A-sı 1, tarazlıq sabiti K tarazlıq bərabərdir. Tarazlıq qatlığı ozonun kvadratı bölünsün tarazlıq qatlığı oksigenin kubuna. O da bərabər 4-ün kvadratı bölünsün 1, o da bərabərdir 16. Sualın düzgün cavabı 33-cü sualda eləyəcək B variantı. Bu sualda çox imtahanlar əvvəllərdə düşüb. Baxaq, X üçlü butildir. Üçlü butillə üçlü butili qarışdıraq. Yəni birləşdirək daha doğrusu. Üçlü butil radikalı budur. Və bu X-dir. Təzədən eyni şeyi yazaq. CH3, CH3, CH3. İndi baxaq yoldaşlar, aydın ki, heç bir metil onsuz da asimetrik deyil. Çünki bir karbona 4 müxtəlif karbon atom birləşməyib. Bu karbonlar da asimetrik deyil. Niyə? Çünki fikir verir 3 dənə hər birinə eyni radikal birləşib. Ona görə biz biri götürə bilmərik. 1 getdi, 1 getdi. 2-yə baxaq. X, Y. X nədir? Üçlü butil. Üçlü butillə CH3, C, CH3, CH3. Y, ikili butili birləşdirək. CH, CH3, CH2, CH3. Bəli yoldaşlar, burada asimetrik karbon atomu var. Bax, bu karbon atomu asimetrikdir. Niyə? Çünki bu karbona bir dənə üçlü butil, bir dənə hidrogen, bir dənə metil, bir dənə də etil radikal. 4 müxtəlif radikal birləşib. 2-ni götürə bilərik. İndi 3-ə baxaq. Y-lə Z. Y nə oldu uşaqlar? Deməli, Y ikili butil oldu da. İkili butil yazaq. CH3, CH2, CH, CH3. Bu bizim ikili butil radikalımız. Bura birləşsin Z. Z nədir? İzopropil. CH, CH3, CH3. Bəli yoldaşlar,
Burada da asimetrik karbon atomu var. Bax, bu karbon atomu asimetrikdir. Niyə? Çünki buna bir dənə hidrogen, bir dənə metil, bir dənə etil, bir dənə izopropil, 4 müxtəlif radikal birləşib. Ona görə 34-cü sualda düzgün cavab eləyəcək A variantı. Aha, ekran kaydı gedir. Baxaq 35-ci sualla. Mis oksidin amoniakla reaksiyası çox məşhur reaksiyadır. Mis 2 oksidin daha doğrusu alınır. Mis üzərinə gəlsin azot, üzərinə gəlsin su. Əmsallaşdıraq. Azota 2 yazdıq. Hidrogen 6 oldu. Bura bir 3 düşdü. Oksigen 3 oldu. Misə də gəldik. Bir 3 yazdıq. İndi baxaq. Reaksiyası üçün nə doğru deyil. Bəsit maddə alınır. Bu doğrudur yoldaşlar. Səhvləmirəmsə bu sual bir dəfə də əvvəl təkrarlanıb. 2, 4, 5, 2, 3, 5. 3 ilə 4-ə baxaq. Reaksiya məhsullarından biri adi şəraitdə reaksiya məhsulları adi şəraitdə müxtəlif aqreqat halındadır. Baxaq. Bərkdir, qazdır, mayedir. Bəli yoldaşlar. Deməli 3 də doğrudur. Ona görə 3-ü çıxırıq. Sualın düzgün cavabı 35-də eləyəcək. B variantı. Davam edir 36-cı sualdan. Hansı halda kimyəvi 36. Aha. Hansı hallarda deməli oksidləşmə reduksiya reaksiyası baş verər? Yoldaşlar, birinci reaksiya baxırıq. Aydındır ki, bu asetilen almasıdır. Kalsium karbonat reaksiyası alınır. C2H2 üzərinə gəlsin kalsium hidroksid. İkinci reaksiya deməli kalium 2 onun su ilə reaksiyasıdır. Burada da birbaşa alınır kalium hidroksid. Burada kalsiumdur. Bilmirəm indi kalium dedim, kalsium hidroksiddir. İkincidə, 3-də deməli asetilenin kalium permanganatla C2H2 asetilenin yoldaşlar oksidləşmə yadda salın. Oksidləşmə reduksiya reaksiyasıdır. Heç reaksiya yazmağa ehtiyac yoxdur. Asetilenin kalium permanganatla oksidləşməsi. Burada da sərbəst misdən istər duru olsun, istər qatı nitrat olsun, mis NO3 2 dəfə alınır. Yəni misin oksidləşmə dərəcəsi dəyişir. İstənilən halda oksidləşmə reduksiya reaksiyasıdır. Amma siz 1-ə baxsınız, burada karbon -1, bura qalır müsbət 2, -2 müsbət, müsbət mənfi, müsbət 2, müsbət -2, -2 müsbət, -2 müsbət, müsbət -2 müsbət. Birinci, ikinci halda oksidləşmə dərəcələri dəyişmir. Oksidləşmə dərəcələri dəyişmirsə, onda 1 ilə 2 oksidləşmə reduksiya reaksiyası ola bilməz. Qalır cavab 3 ilə 4. Asetilenin oksidləşməsi və misin nitrat turşusuna reaksiyası hər ikisi oksidləşmə reduksiya reaksiyasıdır. Davam edək yoldaşlar 37-ci sualla. Ekran kaydı gedir. Arada öz-özünə dayanır, ona görə tez-tez baxıram. Bu da təzə olub. Deməli, elektron formullarını verib yoldaşlar. Deməli, 3s2, 3p3 atomlarının neçə orbitalında elektron var? Hə, neçə orbitalında? Uşaqlar, gəlin bu suala bir dənə baxaq. Gəl əvvəlini tamamlayaq. Tutaq ki, x üçün 1s2, 2s2, 2p6, 3s2, 3p3 elə. İndi gəl baxaq. S-in bir dənə orbitalı var. Birində də elektron var. Yenə S-in orbitalı var. P-nin 3 dənə orbitalı var. Yoldaşlar, 3-ü də doldu. Bu S-in bir dənə orbitalı var. Bu P-də də 3 dənə orbital var və hər biri tək elektrondur. Neçə orbitalda elektron var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Lap sadə olsun deyə sıfırdan izah elədim. Bax, 9 ya cavabım B variantıdır, ya da cavabım C variantı. İndi, məsələn, aydındır ki, bu da bildik. Ona görə birbaşa bunu yazsaq bizə bəs eləyəcək. 3D5, 4S2 yoldaşlar, bu istisnadır, yadınızdadır. 3D5, 4S2. İstisna olmasa beləcə yenə də yazaq. 24-cü elementdir də. Yox. 3D5 bəli, 24-cü element. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 3D5, 4S1. İndi baxaq uşaqlar. Bir dənə orbital burada, bir dənə orbital burada, 3 orbital burada, 1 orbital burada, 3 orbital burada. D-nin yoldaşlar 5 orbitalı var və 5-i də tək elektrondur. 3, 4, 5. 5 orbital burada, 1 orbital da burada. Neçə eləyir? 1, 2, 3, 4, 10, 15. Sualın düzgün cavabı 37-də eləyəcək. C variantı. Niyə oldu buna? Davam ediyor 38-ci sualla. Aha.
Deməli, zinc lövhə üzərinə gəlsin mis NO3 məhlulu. Aydındır ki, bu suallardan da çox işləmişik. Alınır zinc NO3 2 dəfə, üzərinə gəlsin mis. Yoldaşlar, zinc 65-dir, mis 64. Lövhənin kütləsində 1 qram azalma baş verir lövhədə. Amma 1 qram artım baş verir harda? Məhlulda. İndi gəl baxaq görək bizdən nəyi soruşur? Hansı ifadələr doğrudur? Əvəz etmə reaksiyası, deməli, əvəz etmə reaksiyası gedir. Bəli, yoldaşlar, bir doğrudur. Dəyişmə reaksiyası yanlışdır. 32 qram mis əvəz olunduqda lövhənin kütləsi bu qədər, deməli, azalır. Məhlulun kütləsi bu qədər artır. Gəl baxaq, yoldaşlar. Bax, mis 64 qram əvəz olunan zaman, gəl lövhəyə görə işləyək. Bax, lövhənin kütləsi 1 qram azalırdı. Amma bizə verib ki, 32 qram mis olsun. 32 qram misə aydındır ki, 1-in yarısı qədər 0,5 qram lövhənin kütləsi azalar, məhlulun kütləsi 0,5 qram artar. Sualın düzgün cavabı 1-lə 3, 38-də D variantı. Davam edək 39-cu sualla. Deməli, bizə nə verib? Deməli, karbon turşusu CnH2n topla 1 COOH üzərinə gəlsin CnH2n plus 1 OH, yəni bir atomlu spirt, alındı mürəkkəb efir, üzərinə gəlsin su. Yoldaşlar, bilirik ki, özü də verib molyar kütləsi 46-32, buna yazdıq 46, buna yazdıq 32, suyun molyar kütləsi bilirik 18-dir, efirə nə qədər qalır? 46-nın üzərinə 32 gəldikdə 78 çıxanda mürəkkəb efirədə qalır 60, düzmü dedim? Bəli, 60. İndi yoldaşlar, bizə verib alınan suyun kütləsi 3,6 qram olsun. Bu zaman alınan mürəkkəb efirin kütləsini soruşur. Buna da yazıram x. Elə, nə inəyib? 18-i 2-yə vurub 10-a bölüb. 60-ı 2-yə vurub 120, 10-a böl 12. Sualın düzgün cavabı 39-da eləyəcək Y variantı. Davam edirik 40-cı sualla. 2 metil propan, metan, etan, propan. 2 metil propan. Deməli, H-ları düzəldək. CH3, bunda yanına düşsün bir H. SP3S. Yoldaşlar, SP3 nədir? Karbon hibridləşməsi. S nədir? Hidrogen. Yəni, karbon hidrogen arasında neçə rabitə var? 1, 3, 3, 3. 10 dənə. Sualın düzgün cavabı 40-da eləyəcək B variantı. Bu suallardan çox işləmişik. Baxaq, gümüş nitrat qismən parçalanması yazıram. Argentium NO3 parçalandı, pasiv metaldır, gümüşə, NO2-yə üzərinə gəlsin O2-yə. Gəl 2 yazaq, görək düzəlirmi? Burada bir 2 düşür, gümüş oldu 2, düzəldi deyəsən, bax. Gümüş 2, gümüş 2, azot 2, azot 2, oksigen 6, oksigen 4, 6 düzəldi. Qismən parçalanmasından alınan qazların ümumi həcmi. Yoldaşlar, bax, gümüş nitrata nə qədər verib? 170 qram, öz kütləsi, yəni 170-ə qazların həcmidir. 170-ə 1 mol burada, 2 mol burada, 1 mol burada. 3 vurulsun 22,4 litrdirsə, gəl görək 6,72 litr olan zaman bu qismən nə qədər parçalanır? Buradan x-i tapıram ki, x bərabərdir. 10-a bölüb. 340 10-a böləndə deməli 34 qram parçalanma baş verir. Parçalanma. Aha. Artıq şu sualın şifahi cavabı göründü. Yoldaşlar, parçalanın bizdən soruşur. Deyir, neçə faizi parçalanmışdır? Parçalanan 34 qramdır. Ümumi də kütlə nə qədərdir? 200 qram. 34-ü bölürsən 200-ə, vurursan 100-ə. Sualın düzgün cavabı eləyəcək 17%. A variantı. Dərsdə bunu da işləmişik. Baxaq 42-ci suala. Aydındır ki, karbon da ola bilər, CO da ola bilər, CO2 olmaz. İndi CO2-nin Y-lə reaksiyasına bu başlanğıc X alınmalıdır. A variantını yoxlasaq, X-in yerinə CO yazsaq, CO oksigenlə CO2 verər. Təzədən CO2-nin üzərinə Y-i. Y nədir? Karbon gəlsə CO verər. Bəli, təzədən başlanğıcı verər. Sualın düzgün cavabı 42-də eləyəcək A variantı. Reaksiyaları oxuyun. Reaksiya bilmədən qəbula getmək absurd bir şey olar. Baxaq. Dəmir üzərinə gəlsin H2SO4. Söhbət qatıdan gedir. Bilirik ki, qatı ilə 3 valentisini verir. Dəmir 2SO4 3 dəfə.
üzərinə gəlsin SO2, üzərinə gəlsin su. Mol verirsə əmsallaşdırmalıyıq. Dəmir 0-dan, dəmir gəlir müsbət 3-ə, amma 2-ni də nəzərə alaq. -6 elektron. Kükürt müsbət 6-dan, kükürt gəlir müsbət 4-ə, plus 2 elektron. 2, 6, 1, 3. Kükürdə 3 yazıram. Kükürdə 3 yazıram. Dəmirə hələ ki dəyməyim. Gətirin ikisini yazaq bura. Kükürt nə qədər olub? 6 bura yazsaq, hidrogen oldu 12, bura 6 yazdıq. Görək oksigen, 24 oksigen olacaq. 12, 12-nin üzərinə 6, 18, 18-in üzərinə 6, 24. Düzəldi. Ən çox alınan Z-dir, sonra alınan Y-dir, sonra da alınan X-dir. Bizdən Y maddəsi üçün hansı ifadələr deyir ki, doğru olar. Y nə oldu? SO2. Yoruldum. Baxaq. Şəffaf mayedir, yoldaşlar, SO2 qazdır. 1 getdi, 1 getdi, 1 getdi. Kəskin ili qazlar 2 doğrudur. 2 olan variantlar maşallah. Qələvi məhlul reaksiya daxil olmur. Yoldaşlar, SO2 turşu oksididir. Turşu oksidi aydındır ki, qələvi məhlul reaksiya daxil olar. Bu yanlışdır. 3-ü çıx. Su ilə reaksiya daxil olmur. Yoldaşlar, turşu oksidi su ilə reaksiya daxil olub H2SO3 sulfit turşusunu verir. 4-ü də çıx. Qalır B variantı. Bəlkə adam molekul kristal qəfəsə əmələ gətirir. Bəli, molekulunda 3 atom var. Bəli, biri burada, ikisi burada. Görürsünüz, reaksiyanı bilmədən biz bu sualı işləyə bilməzdik. Reaksiya oxuyun. Hansı metallar xlorid turşusuna reaksiya daxil olmur? Yoldaşlar, civə pasiv metaldır, gümüş pasiv metaldır. Bunlar xlorid turşusuna reaksiya daxil olmaz. Cavab qalır 1 ilə 3. Sualın düzgün cavabı heç elə variant yoxdur axı. Yox, var Y variantı. 44-də cavab Y variantı. Baxaq 45-ci sualdan. Bu da bir reaksiya əsaslanan bir sualdır. Oksigenlə reaksiya daxil olur. Yoldaşlar, hidrogenlə reaksiya daxil olursa, bax, hidrogenlə reaksiya daxil olmayanlar berilyum, alüminium, silisium, bir də bordur. Deməli, Y ilə Z bunlar ola bilməz. Məsələn, Y, bor nədir uşaqlar? Fosfor. Bor deyirəm, fosfor. Deməli, Y ilə Z, bax, bunlardan biri ola bilməz. Berilyum, alüminium, silisium, fosfor ola bilməz. Fosforu buradan çıxdıq, fosforu buradan çıxdıq, silisiumu buradan çıxdıq, alüminiumu buradan çıxdıq, cavab qalır B variantı. Fosfor oksigenlə bəli reaksiya daxil olur, P2O3, P2O5 verir. Kalsium hər ikisinə reaksiya daxil olur, kalsium oksid verir, kalsium H2 verir. Flor da hidrogenlə reaksiya daxil olur, özü də adi şəraitdə verir H flor. Sualın düzgün cavabı 45-də eləyəcək. C variantı reaksiyaları oxuyun. Gələk bu 46-cı sual. Nə oldu buna? Aha, bu 46-cı sual, ekran kaydı gedir. 46-cı sualla davam eləyək. Yoldaşlar, bizə verib 2 dənə duz. Biri natrium sulfat, natrium 2SO4. Biri də natrium karbonat, natrium 2SO3. Deyir ki, qarışıqda duzların kütlə payı omega. Yəni, bunlar bir-birinə bərabərsə, deməli, bu qarışıqda əgər bir M qram, tərs yoxdur, qarışığın kütləsini A verib. Əgər bir M verib, onda biz A yazaq. A qram bundan varsa, deməli, A qramda bundan var. Niyə? Çünki kütlə payları bərabərdir. Qarışığın kütləsi də M-dir. Onda M bərabərdir 2A-ya. Bunu bir kənardan yazdıq. Artan miqdar xlorid turşusuna reaksiyada yoldaşlar aydındır ki, bu reaksiya getməz. Amma biz natrium karbonatın, çünki xlorid sulfatı sıxışdırıb çıxarda bilməz axı, reaksiyasını yazsaq, alınar natrium xlor, üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Əmsallaşdırsaq, bura 1-2 yazdıq, xlora da deməli 1-2 yazdıq, oksigen 3, oksigen 3, düzəldi. İndi yoldaşlar, bax, qarışığın kütləsi verib ki, M qram, amma xlorid turşusu əlavə edəndən sonra qarışığın kütləsi M-dən M plus 2,2-yə getdi. Yəni, qarışığın kütləsində yoldaşlar 2,2 qram artım baş verib. Elə, qarışığın kütləsində 2,2 qram artım baş verib. Onda gəl bir dənə biz buna baxaq. Bərk maddəmiz nə qədərdir? Natrium 2SO3. Natrium 2 46, üzərinə gəlsin karbon 12 58, üzərinə gəlsin 48, 16, 1 ya da 106. 106 qram reaksiyanın özünə görə natrium karbonat reaksiya daxil nə qədər bərk maddə qalır? Natrium xlor deməli 35,5-in üzərinə 23 gələndə nə qədər eləyir ay uşaqlar? 23 gələndə 58,5. Düzmü dedim? Deməli 23, 58,5. Bəli, amma 2 mi oldu? 2-yə də vursaq 11 yadda
16, 17, deməli 17, bir yadda 10, 11, 117 qram bundan alınıb. Demək 117 qram alınıb. İndi yoldaşlar bir dənə fərqə baxaq. 117-dən 106-nı çıxaq. Yəni 106-dan bu 117-yə gəlib. Artım nə qədər olub? 1 burada, 1 burada. Deməli 11 qram reaksiyaya görə artım baş verib. Elə yazıram ki, 11 qram artım baş verən zaman reaksiyaya görə 106 qram natrium karbonat reaksiyaya daxil olubsa, mənim şərtə görə artımım nə qədərdir? 2,2 qram. 2,2 qram artıma da yazıram x. Buradan x bərabərdir. 2-yə vur, 10-a böl. 2-yə vursaq, deməli 212, ona da bölsək 21,2. Deməli bu qarışıqda 21,2 qram natrium karbonat var imiş. Və yoldaşlar biz başlanğıcda nə demişdik? Bunları bərabər götürmüşdük. Yadınızda gəl bir A deyək. Bərabər götürmüşdük. Əgər bu qarışıqda 21,2 qram natrium karbonat varsa, deməli 21,2 qram da natrium sulfat var. Yaxşı, bizdən nəyi soruşur? M nədir? Qarşılığın kütləsi, yəni ikisinin cəmi. 21,2-nin üzərinə 21,2 gələrəm, 42,4. Sualın düzgün cavabı 46-da eləyər A variantı. Biraz riyazi bir sualdır. Amma qəşəng sualdır. Davam edək 47-ci sualla. Ekran kaydı gedir. Görə bizdə 47-ci sualda nə verib? Deməli, oksiddir, atomların sayı. Yoldaşlar, XO3. Bax, bunun deməli, kütləsi, şərtə görə kütləsi 20 olanda atom sayını M verib. Elə, kütləsi 20 olanda atom sayını M verib. Bunun kütləsinə nə deyək? Kütləsinə bir deyək, bir T deyək, nə deyək? Gəl bir X deyək, yaxşı. Bizə nəyi soruşur? X-in nisbi atom kütləsinə. Yaxşı, belə deyək, onda X plus bu 48-dirmi? X plus 48 olanda da burada 4 atom var, elə. Buradan deməli N tapsaq, N bərabərdir 80 bölünsün X plus 48-ə. İndi bu birisi üçün kalsium X üçün uşaqlar verib 36 qram olanda N sayda atom varsa, 40 üzərinə gəlsin X olanda da 2 sayda atom var. Buradan N bərabərdir 72 bölünsün 40 üzərinə gəlsin X. Yoldaşlar, N-ləri bir-birinə bərabər götürə bilərik. 80 bölünsün X plus 48 bərabərdir 72 bölünsün 40 üzərinə gəlsin X-a. 8-ə 10, 8-ə 9. Nə uzun oldu? 400x üzərinə gəlsin. Yox, 400x yox. Nəysə səhv yazmıram görəsən. Gəl baxaq. 400 üzərinə gəlsin 10x bərabərdir 9x üzərinə gəlsin 48-i 9-a vuranda 72, 7 yadda 36, 43, 432-yə 4 yox, düz yazmışıq. 432-yə buradan da yoldaşlar deməli x bərabərdir 432-dən 400 çıxanda 32-yə kükür demişlər. Sualın düzgün cavabı 32, cavab olacaq 47-də C variantı. Davam eləyək 48-ci sualla. Bu nə sualdır? Alifatik karbohidrogendir. Hidrogen atomlarının sayı adı molekulunda kimyəvi rabitənin əmələ gəlməsində iştirak edən qeyri-hibrid orbitalların sayı isə A plus 4-dür. Alifatik karbohidrogen, qeyri-hibrid orbital. Yoldaşlar, qeyri-hibrid orbitalların sayı nədir? Hidrogenlərin sayı üzərinə gəlsin 2 pi rabitənin sayı. Elə karbohidrogendir, alifatikdir. Gəl belə eləyək. Bunu belə şifahi demək olmaz. Gəl baxaq. Alifatik karbohidrogen isə bu deməli alkan ola bilər, alken ola bilər, alkin ola bilər və alkadiyen ola bilər. Elə alkadiyen. Burada hidrogen atomlarının sayı nəyə bərabərdir? Alkanlarda hidrogen atomlarının sayı. Deməli, CnH2 topla 2-dir. 2n topla 2. Alkende 2n, alkinlə alkadiyende isə 2n minus 2-dir. İndi, alkanlarda deməli qeyri-hibrid 2n-lə hesablanır. Hidrogenlərin sayı üzərinə gəlsin 2pi. Məsələn, metanda 4 hidrogen üzərinə gəlinsin. Elə 4 olur da, pi rabitə yoxdur, 4. 2n topla 2-dir. Burada olur, deməli, qeyri-hibrid orbitalların sayı 2n topla 2. Alkenlərdə hidrogenlərin sayı üzərinə gəlsin 2pi. Qeyri-hibridi 2n-lə hesablasaq, alken nədir? Məsələn, C2H4. Burada neçə hidrogen var? 4. Üzərinə gəlsin 2 vurulsun 1 bərabərdir 4-ə. Yoldaşlar, elə cavab budur. Deməli, onda bu 2n topla, yox, onda bu da olmaz.
4 olmalıdır. Bir dənə gözlə, nəyi səhv yazdıq. Bax, düsturu çıxartmağa çalışıram. Alkinlərdə də qeyri-hibrid 2 ilə hesablanır. Hidrogenlərin sayı üzərinə gəlsə 2pi-dir. Deməli, alkin C2H4 götürsəm, 4 hidrogen üzərinə gəlsin 2 vurulsun 1 bərabərdir. Deməli, 6. 2n topla 2 olur elə. Çünki 2n topla 2. Bunda 2n topla 2-dir. Gəl onda alkin ilə alkadenlərə baxaq. Qeyri-hibrid 2 ilə başlayır. Hidrogenlərin sayı üzərinə gəlsin 2pi. Bu olacaq da yoldaşlar. Hidrogen neçədir? Məsələn, C3H4-də. C3H4-də 4-dür. Üzərinə gəlsin 2 vurulsun 2, o da eləyəcək 8. 2 dəfə 3, 6. 2n topla 2 yenə burada eləyəcək. Hidrogenlərin sayından kimyəvi rabitənin əmələ gəlməsində bir dənə gözlüyün görün, bu suala bir də baxın, niyə çıxdı bu? Gəlin bir də baxaq bu suala. Deməli, alifatik karbohidrogendir. Bax, alifatik karbohidrogenlər ümumiyyətlə mən sizə demişim, qeyri-hibrid nədir? Hidrogenlərin sayı üzərinə gəlsin 2pi karbohidrogenlər üçün. İndi qeyri-metal da varsa üzərinə gəlsin qeyri-metalın sayı. Bərabərdir qeyri-hibrid orbitallarının sayına. Qeyri-hibrid. Bax, indi hidrogen sayı rahat sualdır əslində. Hidrogen sayı A-dır. 2pi-yə də deməli üzərinə gəlsin 2pi yazaq hər ehtimala. Bərabərdir qeyri-hibrid orbitallarının deməli kimyəvi rabitənin əmələ gəlməsi iştirakının A üzərinə gəlsin 4-ə. Onda buradan A'lar ixtisar gedər, elə. Onda pi bərabərdir 2. Yəni uşaqlar, molekulda 2 dənə pi rabitəsi olan birləşmələr ya alkinlərdir, ya alkadenlər. 2 dənə pisi olan. Deməli, alkindir. CnH2-2 və yaxud da alkadendir. Məsələn, alkin götürsəm, bax, 2 dənə pi rabitə var. Deməli, bu sual üçün CnH2-2 sıra karbohidrogenlər olacaq. X-in homoloji sırası üçün karbohidrogenlər üçün hansı ifadə doğrudur? Gəl baxaq, məsələn, C3H4 yaza bilərəm, C4H, deməli, 8, C4H6 yaza bilərəm. İndi baxaq. Deməli, X-in homoloji sırası üçün hansı ifadə doğrudur? Karbonun kütlə payı, yoldaşlar, karbonun kütlə payı sözsüz ki, dəyişəcək. Bu dəyişmir verib. Gəl baxaq. Bax, karbon da hesablayaq, sadə olsun, karbon da hesablayaq. Karbon nə qədərdir? 12-ni 3-ə vurdun, elədi 36. 36 bölünsün, 36-ın üzərində 4, 40 budur. O birisi də yoldaşlar, 12-ni 4-ə vurdun, 48 elə. 48-ə böldün, 54-dən 54 mi eləyəcək? Bəli. Biz bunları müqayisə edəsək, təxmini. Bir dənə bölüm, niyə belə sual oldu? 36-ını bölürsən 40-a, tutaq ki 0,9 bu olsun, 48-i bölürsən 56-ya, 0,8 də bu, 0,8 də bu. Deməli, yoldaşlar, karbon kütlə payı nədir? Azaldı. Ona görə birinci qrafik yanlışdır. 1 yanlışdır, 3 mütləq götürəcək, ya budur, ya budur. İndi hidrogenin kütlə payına baxaq. Hidrogen nə qədərdir, yoldaşlar? 4 bölünsün 40, 0,1. Bir də 6 bölünsün 54, o da təxmin nə qədər eləyəcək? 6 bölünsün 54, 0,1-dən çox eləyir, yoldaşlar. Deməli, hidrogenin kütlə payı neyinir? Artır. Bu verib azalır. Ona görə 2 ola bilməz. Sualın düzgün cavabı deməli, eləyəcək Y variantı. Davam edir 49-cu sualla. Turş mühit yaranır. Turş mühit isə zəif əsas, qüvvətli turşu olmalıdır. Burada neytral mühit, burada qüvvətli əsasdır. Əsasi mühit, zəif əsas, qüvvətli turşu. Deməli, sualın düzgün cavabı 49-da eləyəcək C variantı. Davam eləyək bu 50-ci sualla. Bu da ekran kaydı gedir. Bu da əvvəllər var idi. Bu sual düşüb bir dəfə qəbula. Benzol homoloqlu birli karbon atomlarının birləşmiş hidrogen atomlarının sayı 9-dur. Deməli, CH3-ün deməli burada 3 dənədir. Molekulunda ikili karbon atomu birləşmiş hidrogen atomlarının sayı 4-dür. Birli karbon. Yoldaşlar, bu birləşməni istəsəz variantlarından da hesablaya bilərsiniz. İstəsəz özünüz də quruluş çıxarda bilərsiniz. Artıq bunu mən şifahi cavabını deyirəm. Bu izopropil olmalıdır. İzopropil benzol. Onu da verməyib. Yox, izopropil benzol olmaya da bilər. Çünki gəl baxaq. Bax, bir dənə özümüzdən benzol həlqəsi çəkək.
benzol həldəsi. Verir ki, bax, üçlü karbon atomu birləşmiş hidrogen atomlarının sayı. Tutaq ki, bu olsun üçlü karbon. Üçlü karbon atomuna birləşmiş hidrogen atomlarının sayı. Burada olmayacaq. Çünki valentli düz gəlməyəcək axı. Bunlar CH-lardır hamısı. Aydındır ki, onda bu belə olacaq. Bax, bu belə olacaq ki, bax, bu karbon üçlü karbondur. Üçlü karbon. Çünki buna bir karbon buradan, bir karbon buradan, bir karbon da buradan birləşib. Və ona birləşən hidrogen atomlarının sayı 1-dir. Bu şərt ödədir. Sonra, birli karbon atomuna birləşmiş hidrogen atomlarının sayı. Yoldaşlar, üçü burada, üçü burada. Onda birini də burada yazaram ki, bax, bu da birli karbondur, bu da birli karbondur, bu da birli karbondur. Elə və ümumi 9. İkili karbonlar da yoldaşlar, biri budur, CH, biri budur, CH, biri budur, CH, biri budur, CH. Düzəldi. Deməli, yoldaşlar, bu metil izopropil benzol imiş da. Formul düzəldi. Lap istəsiz yerlərini dəyişir. Metili yuxarı yazaq, izopropili buraya yazaq. Bunun heç bir fərqi yoxdur. 1 metil, 2 izopropil benzol. Elə bir cavabımız da yoxdur. Olsun, 4 izopropil verib. Gəl bunu belə eləyək onda. 4 vəziyyətdə verib. Ola bilər, heç bir problem yoxdur. 1, 2, 3, para vəziyyətdə verib də. Olsun bu. Fərqi nədir? İndi, deməli cavabım ya A-dır, ya B-dir. SP2S yoldaşlar, bilirik ki, bax, bunlar SP3-dür, bu SP3-dür. Bir dənə SP2 budur, bir dənə SP2 budur, bir dənə budur, bir dənə də budur. 4 dənədir və hər birinə bir dənə hidrogen birləşir. Deməli, SP2S 4-dür. Elə cavabım olacaq A variantı. SP3, SP3 də karbon yoldaşlar. Biri budur, biri də budur. SP3, SP3 vəziyyətdə olan karbon. Nüvədəki karbon SP2-dir, yadınızda saxlayın. Sualın düzgün cavabı əldə ediləcək A variantı. Qızdırıldıqda da deməli burada alınıb kalium, xlor, O3 reaksiyaları oxuyun. Deməli bu xlorun alınmasıdır. Xlor da kalium hidroksidin adi şəritli reaksiya daxil olduqda kalium, xlor, O, bir də su alınır. Bizdən yəqin Z-i soruşur. Kalium, xlor, O. 51-də sualın düzgün cavabı eləyəcək D variantı. Ekran kaydı gedir. Bəli. 52-ci suala baxaq. X doymuş aldehidin tam yanma reaksiyasının qrafikinə əsasən mis 2 hidroksin oksidaşməsindən alınan üzüm maddələrin nisbi molekul kütləsini hesablayın. Aldehid yazaq CnH2nO. Elə üzərinə gəlsin oksigen, əmələ gəlir karbon qazı, üzərinə gəlsin su. Karbon N-də bura 1N yazdıq, hidrogen 2N-də bura 1N yazdıq, oksigen 2N, 3N. 3N minus 1 bölə 2 qədər deməli oksigen olacaq. 3N minus 1 bölə 2 qədər oksigen olacaqdır. 2 ilə 2 ixtisar edəcək. 3N qədər, deməli bu 1 ilə də bu bir islah olur. 3N qədər oksigen, 3N qədər oksigen. İndi verib ki, yanma reaksiyasının təliminə əsasən, bax yoldaşlar, verib tam yanır A qram. Elə, deməli bunun kütləsi 14N üzərinə gəlsin 16 bərabərdir A-ya. Alınır 2A qram karbon qazı. Karbon qazına da 2A yazırıq. Nə qədər karbon qazı? 44N. A-nın yerinə gətirək bunu yazaq. 44N bərabərdir. A-nın yerinə bunu yazsaq 28N üzərinə gəlsin 32. 16N bərabərdir 32-yə. N də bərabərdir. Nə edir uşaqlar? Deməli, N də bərabərdir 2. Aldehid deməli, bu sirkə aldehididir. CH3, COH. Yoldaşlar, sirkə aldehidin oksidaşməsindən birbaşa yazırıq. Elə 1 molundan 1 mol sirkə turşusu alınacaq. CH3, COOH. Burada da sirkə turşusunun kütləsi C2H4O2-dir. Özünüz hesablaya bilərsiniz rəqəmlərə. Mən şifahi deyirəm, məsələlərə görə artıq əzbərləmişik. Sirkə turşusunun kütləsi 60-dır. Doymuş 2 atomlu spirtin 0,2 molu artıqlaması ilə götürmüş natriumla reaksiya daxil olaraq
24 qram natrium alkoqoli əmələ gətirirsə, bu spirtin molekulunda neçə karbon atomu var? Reaksiya yazaq da. 2 atomlu spirt deyirsə, CnH2O2 üzərinə gəlsin natrium, alınır CnH2 deməli O natrium üzərinə gəlsin H2. Yoldaşlar, nə yazıram mən? O2 nədir? Deyirəm, axı, nəsə səhv gedir. 2 atomlu spirt CnH2 OH 2 dəfə üzərinə gəlsin natrium, alınır CnH2NO natrium üzərinə gəlsin H2. Bura bir 2 yazırıq, sadəcə bura bir 2 düşür, bu qədər. Onsa bilirik ki, 2 atomlu spirtlərin 1 molundan 1 mol hidrogen alır. Deyir ki, 0,2 molu artıqlaması reaksiya daxil olaraq 24 qram natrium alkoqoliyə əmələ gətirirsə, bu spirtin molekulunda neçə karbon atomu var? Yaxşı, gəl bunun 1 molunu tapaq, x buradan bərabər, nə inib? 10-a vurub 2-yə bölüb, 10-a vur 2-yə bölüb 120. Alkoqoliyyətin kütləsini, burada n-i tapsaq, elə buradakı n-i tapmış olarıq. 14n üzərinə gəlsin, 16-nın üzərinə 23, 9, 49, 49 da 2-yə vursaq, 98, 14n üzərinə gəlsin 98 bərabərdir 120-yə, 14n bərabərdir nəysə səhv yazmadıq. Bir dənə dayanın görüm. Bölünməyəcək. X buradan nəyə bərabərdir? Nə inib yoldaşlar? Bax, 2-yə vurub, deyirəm, yox, 2-yə vurub, 2, yox, 2-yə vurub, 10-a vurub, 2-yə bölüb, 10-a vur, 240, 2-yə bölüb 120, düzdür da? 14n üzərinə gəlsin, natrium 23-dür, bu da eləyir 16, 39 uşaqlar, 39, 39 da 2-yə vursaq, 78, 78 bərabərdir 120-yə, 14n bərabərdir 120-dən çıxıram 78-i 2, 42-yə, n də bərabərdir 3-ə. Əgər buradakı n onsuz da bu n-ə bərabərdir. Deməli, spirtin molekulunda 3 karbon atomu var. Sualın düzgün cavabını düşdə eləyəcək 3. 54-cü suala baxaq. Eyni maddələrin bərabər kütlə yoldaşlar. Eyni maddələrin bərabər kütlənin müxtəlif məhlullarından söhbət gedir. Onda deməli biz omega sonunu tapmaq üçün və alınan məhlul, yəni omega sonu istəyirik. Yazaram ki, omega 1 üzərinə gəlsin, omega 2 bölü 2 düsturuna. Ona görə bu qabdakı omeganı hesablayıram. Omega bərabərdir KH 250 bölünsün KH plus 1000, yəni 1250 vurulsun 100%-ni hesablaya bilərəm. Burada bununla bu ixtisar gedər. 25-ə 4, 25-ə 5, 5-ə 1, 5-ə 5. Neçə elədi uşaqlar? Deməli, nəysə səhv yazmadıq, dayan görməyən desin səhv elədim. Omega bərabərdir, deməli, KH bölək, yəni 250 bölək, KH plus 1000, 1250 vurulsun 100%-dən hesablanır. Burada, deməli, 250 bölünsün, 1250 vurulsun 100, 20%. 20% elədi. Deməli, yoldaşlar, birinci qabın omegası 20%. Onda omega son bərabərdir. 20 üzərinə gəlsin. Omega 2-ni özü verib. 10 bölünsün 2, 30, 2-yə böldük. Sualın düzgün cavab eləyir. 15. Davam edək. Bir dənə gözünü görün. Aha. Deməli, 54. Yox. 54 yazıq da, 55. Maşallah, nə suallardır. Sual il-ildən həqiqi çətin gəlir. Ya da mən uzun danışıram. Bu qədər orta fosfat turşusu almaq üçün 80% kalsium orta fosfat olan fosforit mineralından neçə qram? Deməli, yoldaşlar, bax, fosforitdən kalsium 3PO4 2 dəfədən, yəni kalsium orta fosfatdan alırıq orta fosfat turşusu H3PO4. Burada 2, deməli 2.
Yazıram 2 vurulsun 98 almaq üçün 310 lazımdırsa, sənə özü verib ki, 78,4 qram ortofosfat almaq üçün görək nə qədər lazımdır. İndi bax, bunu bir dənə hesablayaq. Deməli, 310 vurulsun 78,4 bölünsün 124. Deməli, x-i tapıram 124 kalsium ortofosfat. Yoldaşlar, bu kalsium ortofosfat hər hansı bir mineralın, yəni belə deyək, fosforit mineralının 80%-ni təşkil edir. Yəni mənim bu 124-üm orada olan 80%-dirsə, 80% təşkil edirsə, gəlin indi baxaq ümumi 100%-ə nə qədər mineral lazım olar? Yazıram mineral. Buradan mineralın ümumi kütləsini hesablasam, 124-ü 100-ə vurub bölərəm 80-ə, eləyəcək 155 qramla verib onsuz. Deməli, 155 qram olacaq fosforit mineralı. Açıq sualda cavab 155. Davam eləyək deməli 56-cı sualına. Bax, bizə verib doymuş alifətik keton, alkan isim molekul kütlələri AA, yəni bərabərdir. Homoloji sırada yeri 3-dür. Gəlin baxaq uşaqlar. Ketonlarda deməli ilk nümayəndə budur. CH3, CH yox. Deməli C2 qat rabitə oksigen, CH3. Bu olur ketonların birinci nümayəndəsi. Ketonların ikinci nümayəndəsi olduqda CH3, C2 qat rabitə oksigen, CH2, CH3. Bir dənə metil qrupu artıranda olur ikinci nümayəndə. Artıq üçüncü nümayəndə deyirsə, artıq biz bura bir dənə də metil qrupu artırmalıyıq. Yəni CH2, CH2 və CH3 yazmalıyıq. İndi baxaq uşaqlar. Yəni bu 1, 2, 3, 4, 5 oldu. Yəni ketonlarda ümumi formulu CN, H2N, O formuluna uyğundur. Yəni C5, H10, deməli O. Bunun kütləsini hesablasaq 60, 70, 70-in də üzərinə 16 elədi 86. Yəni deməli bunun nisbi molekul kütləsi 86-dırsa, buna da 86 yazdıq. Onda alkanlarda 14N plus 2 bərabərdir 86-ya, 14N bərabərdir 84-ə, N bərabərdir 6-ya. Deməli, bir dənə baxaq, nəyisə səhv yazmadıq. Bir dənə dəqiq baxım. Deməli, homoloji sırada yeri 3-dür. Nəyisə elə bir səhv yazdım. Bax, burada deməli, bu birinci nümayəndə, bu artı oldu ikinci nümayəndə, bu oldu üçüncü nümayəndə, düzdür. C1, 2, 3, 4, 5. C5, H10, odur da. C5, H, deməli, 10, O. Deməli, 12-ni 5-ə vurun 60, 70, 70-in də üzərinə 16, 86, bəli, doğrudur. 14-dən bərabərdir 84-də, N də bərabərdir 6-ya. İndi yoldaşlar, alkanların elə homoloji sırada C6H14 birinci nümayəndə ilə birdən başlayır. İndi verir ki, alkan molekulunda bir metilen qrupu varsa, bu alkan üçün hansı ifadələr doğrudur? Baxaq, bir metilen qrupu varsa, yəni bir dənə CH2 qrupu varsa, 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. Elə. Bunu biz bir dənə metilen qrupu eləməliyik. Tutaq ki, bu olsun CH2. CH3-ün birini bura yazsam. Dayan görək. CH3, CH, 1, 2, 3, 4. Məsələn, olsun CH2, 4. Burada metilin qrupu olmur axı. Ümumiyyətlə. Bir dənə gözlüyün görüm. Nəyi səhv yazdıq burada? Doymuş alifətik keton. Deməli, bir də baxaq. Deməli, tapdıq ki, C6H14-dür. Deməli, x bərabərdir 6-ya. Hə, uşaqlar. Bir dənə metilen qrup, yəni CH2 bir dənə olmalıdır. Onda gəl belə yazaq. CH3, C, CH3, CH3. Burada neçə karbon oldu? 4. Bəli, yoldaşlar, budur. Birini belə yazaram, birini də belə yazaram. Bir dənə baxın alkanın formuluna. Yəni, burada cəmi bircə dənə metilen qrupu var. İndi variantlara baxaq. Beynəlxalq nomenklatura əsasının adı 2,2 dimetil butandır.
Bəli, 2,2 dimetil butan nömrələmə buradan gedir. Deməli, 1 doğrudur. 2 metil butan yanlışdır. Molekulda 4 metil qrupu var. Bəli, 1, 2, 3, 4. Molekulunda asimetrik karbon atomu, bəli yoldaşlar, bu asimetrik deyil, bu asimetrik deyil, bu asimetrik deyil, bu asimetrik deyil. Bu da asimetrik deyil, çünki 3 dənə metil var. Bu da asimetrik deyil, çünki 2 dənə hidrogen birləşib. Doğrudur. İkinci karbon oksidaşma dərəcəsi 0. Bəli yoldaşlar, sərbəst halda qalır. 0-dır. X 6-dır. 1, 3, 4, 5 sualın düzgün cavabı olar. 57. Nə oldu yenə buna? Aha. Ekran kaydı gedir. Deməli 57-ci sual. 10 litr suda bu qədər bulardan var. Dissosiasiya dərəcəsi güya 100%. Gəl baxaq. Kalsium hidrokarbonatı dissosiasiya elətdirək. Kalsium HCO3 2 dəfə. Bizdə yoldaşlar HCO3-ə görə birinci mərhələsindən nə alınır? Kalsium 2 müsbət, üzərinə gəlsin 2 HCO3 mənfi. İkinci mərhələyə ehtiyac yoxdur, çünki HCO3 soruşur. Sonra maqnezium hidrokarbonata baxaq. Maqnezium hidrokarbonatın dissosiasiyasına baxırıq. Maqnezium 2 müsbət, üzərinə gəlsin yenə 2 HCO3 mənfi. Nə verib? Qramla verib. Baxaq, 1,62 qram bundan, 1,62 qram bundandır. Gəl molunu tapaq da, 1,62 qismi oldusa, 162-yə 1 moldur. O cümlədən 162-yə 2-dirsə, bura bir y-dir. X bərabər neçəyə? 10-a bölüb 0,1 mol. Burada kalsium 2 müsbətdir. 0,2 molda HCO3 mənfi. Bu. İndi bunun özü nə qədərdir? 146, yenə 146-ya 1 mol bundan, 2 mol bundandısa, bu nə qədər verib? 2,92. Neyniyib? Buna bir Z deyək, buna da bir T deyək. Onda Z bərabərdir. Neyniyib uşaqlar? 2-yə vurub 10-a bölüb. 2-yə vur, 2, 10-a böl 0,2. T-ni də tapsaq, yenə 2-yə vur 4, 10-a böl 0,4 eləyəcək T. İndi baxaq iyonların qatlığı. Kalsium qatılığını soruşur da. C kalsium 2 müsbət iyonların qatlığı bərabər C bərabər nü bölünsün V. Nü kalsium 2 müsbət bölünsün V. Kalsium nə qədər tapdıq? 0,1. 0,1-i bölürəm. V-sini özü başda 10 litr vermişdi. Elədi 0,1. Nəyi səhv yazdıq yenə? Mol bölünsün litr. 0,1-i 0,1-i yoldaşlar 10-a böləndə 0,1 eləyərək. Bu niyə 1/1000-dən verib? Uşaqlar 0,1 eləyir. 10-a bölməyib 100-ə bölüb 0,1 bu eləyəcək. 0,2 də bu eləyəcək. O cümlədən bu da 0,2 bu eləyəcək. 0,4 də bu eləyəcək. Onda bu 0,1 0,001. Onda 1-ə gəlir D. 1 oldu D. İkincidə C maqnezium 2 müsbət iyonların qatlığı bərabərdir. Nü maqnezium 2 müsbət bölünsün V. O da bərabərdir. Nü maqnezium nə qədərdir? Nü maqnezium. Maqnezium hardadır? Y 0,2. 0,02 bölünsün 10. 0,002 varmı? A variantı. 2'ye gəldi A. Bir də HCO3 soruşur. Yazıram CHCO3 mənfi bərabərdir. Nü HCO3 mənfi bölünsün V. O da bərabərdir. HCO3 0,2 buradadır. 0,4 burada. Deməli 0,6 bölünsün 10. 0,006 eləyəcək. Belə bir cavab C variantı. 3'ə də gəlir C. Nəsə səhvlik eləmədik. Ümid edirəm eləmədik. Davam edək.
Situasiyalarla davam edək. Baxaq situasiya sualına uşaqlar. X və natrium karbonatdan duzlar, natrium hidrokarbonat duzlarından ibarət 61 qram qarışıq kimyəvi stəkana X duzunun ərimə temperaturuna qədər qızdırıldı. Qızdırılma prosesi zamanı qabdan su buxarı, yəni su və əhəng suyunu bulandıran Y qazının ayrılması müşahidə olundu. Prosesin sonunda kimyəvi qarışığın kütləsi bu qədər azaldı və stəkanda yalnız X duzu qaldı. Rahat sualdır. Yoldaşlar, stəkanda yalnız X duzu qaldı. Məsələn, bunu da birdən parçalayaq. Bunun parçalanmasına nə alınır? Natrium 2CO3 üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Deməli, X elə natrium 2CO3 özü imiş ki, bu ərimə temperaturuna qədər qızdırıldıqda parçalanmır, həmin temperatur ərimə temperaturunu keçir və başlayır natrium hidrokarbonat parçalanmalar. Və əvvəlcə natrium karbonatı var idi, natrium hidrokarbonatın da parçalama məhsulu natrium karbonatdır və qabda yalnız qaldı natrium karbonat. İndi gəl baxaq suallara. X duzunu və Y qazının kimyəvi formu. Aydındır ki, yoldaşlar, əhəng suyunu bulandıran Y qazından söhbət gedirsə, deməli, bu olacaq karbon qazı. Onda gəl X-i bir dənə yazaq. X oldu deməli natrium 2CO3, Y isə oldu karbon qazı. Gələk 59-cu suala. T anında reaksiyanın başa çatdığı nəzərə alaraq uyğun hesablamalar aparın və qızdırılma zamanı X və natrium hidrokarbonatı mol sayının zamanla asılı olaraq dəyişmə qrafikini cavab fərəqində qurun. Dedik ki, natrium karbonat parçalanmır, amma natrium hidrokarbonat parçalanır natrium karbonata, karbon qazına və suya. Hökmən əmsallaşdıraq. Bura bir 2 yazdıq, karbon oldu 2. Düzdürmü? Yox, ehtiyac yoxdur, karbon onsuz da 2 dənədir. Biri burada, biri burada. Düzəldi. İndi yoldaşlar, başlanğıc qarışıq 61 qramdır. Amma deyir, azalma isə olub 18,6. Bizim azalmamız aydındır ki, karbon qazına və suya görə olacaq. Gəlin indi baxaq. Necə baxaq? Gəl bir dənə 61-dən çıxıram 18,6. Nə qədər eləyir uşaqlar? O kalkulatorda çıxın. 61 çıxılsın 18,6, 42,4. 42,4 deməli qalan hissədir. Birdən baxaq görək bizdən tam olaraq nə istəyir. Gəl natrium hidrokarbonatın bir dənə öz kütləsini hesablayaq. 2 vurulsun natrium hidrokarbonat 24 üzərinə gəlinsin 12 üzərinə gəlsin 48, 84, 84-də 2-yə vuranda 168 mi eləyir? 2 vurulsun 168 qram olanda əslində azalmamız nə qədərdir? Bunu tapaq görək nə olur. Karbon qazı 44 üzərinə gəlsin 18. 62 qram azalma baş verir. İndi bizə verdiyi nədir? Deməli, Y qazının 18,6 qram azalma müşahidə olunur. Uşaqlar da buradan bir yandan yazırlar. Deməli, Y qazının 61 qram qarışıq olur, 18,6 qram azalır. Gəl bir dənə görək bizim əslində azalmamız nə qədərdir? Rahat sualdır əslində. 2 vurulsun 168 yox, bunun özü oldu 168. 168. 168-dən 168-dən çıxıram 62-ni. 106 qram azalmada. Əslində mənim olur 106 qram azalmam. Elə 106 qram azalma. Gəl yazaq. Reaksiyanın özünə görə 106 qram. Bax, bundan bura gəldi nə qədər azalıb? 106 qram. 106 qram azalma olan zaman reaksiyaya görə söhbət moldan gedir. 2 mol natrium hidrokarbonatdırsa, azalmam verib 18,6. 18,6 qram azalmaya yazaram bir X. X burada bərabər deməli 18,6-nı 2-yə vurub bölürük 106-ya. Vay, nə qəribə bir cavab oldu.
Y qazının ayrılması müşahidə və prosesin sonunda qarşılan kütləsi 18,6 qram azalır. Bir dənə gözlüyüm, bunu bir kənarda yazın, baxın bu suala. Əslində düz yazır uşaqlar, orada biraz yorulmuşam, nəyi çalışmışam, bir dənə baxaq. Bax, natrium hidrokarbonat parçalandı elə. Natrium hidrokarbonat parçalandı nəyə? Natrium karbonata, üzərinə gəlsin karbon qazına, üzərinə gəlsin suya. Bax, əmsallaşdırdıq 2, bunu neçə tapdıq? 2 vurulsun 84. Yəni 2 vurulsun 100, 2 vurulsun 84, dayan, 2 vurulsun 84, bir dənə bax, burada azalman nə qədərdir uşaqlar? Azalman bu ikisinə qədərdir da, karbon qazı 44-dür, 44-ün üzərinə 18 gəlsə, 62 qram mənim olur azalmam, 62 qram azalma, elə, natrium karbonatın bəlkə mol sayını da tapaq. Bir dənə gözlə. Gəl elə mola görə işləyək. 2 mola 62 qram azalma baş verirsə, bizim azalmamız 18,6-dır. 18,6-ya x. Buradan x bərabərdir. Hesablayayım tez. 18,6 vurulsun 2 bölünsün 62. 0,6. Deməli, parçalanan natrium hidrokarbonat 0,6 mol natrium hidrokarbonat var. HCl3. O cümlədən yoldaşlar, burada natrium karbonatı da tapaq da, natrium karbonatı da tapaq. Görək nə qədər alınır? Parçalanır, tam parçalanır. Elə? İndi natrium karbonatdan, natrium karbonat nə qədərdir? 23-ü vur 2-yə 46. 46-ın üzərinə 12, üzərinə 48, 106. 106-ya bir Y natrium karbonat yazaq. Y bərabərdir natrium karbonatdan. Deməli, 106-nı vur 18,6-ya, 18,6-ya böl 62-yə. Qramını niyə tapırıq? Molunu tapaq da, heç ehtiyac yoxdur. 1 moldursa, əgər molla işləsək, heç eləyəcəkdən görüm. 18,6 bölünsün 62. 0,3 molda deməli Y olur. 0,3 molda natrium karbonat əmələ gəlir. Natrium 2CO3 əmələ gəlir. Və yoldaşlar, əvvəldə natrium karbonat var idi axı, natrium 2CO3. Bu nə qədər tapaq? Necə olacaq? Bax, əvvəldə var əlində natrium 2CO3-üm və əlimdə var natrium hidrokarbonatım. Tapdım ki, ikisi verib közü bir yerdə 61 qramdır. Sonra neyiniyək? Natrium hidrokarbonat 0,6 moldur. Yəni 0,6 mol. Onda gəl 0,6 molun kütləsini hesablayaq. 84 dedik də, 0,6-nı vururam 84-ə. 50,4 qram. Deməli, burada 50,4 qram bundan var. Əgər 50,4 qram olunansa, 61-dən 50,4-ü çıxaram, 10,6 qramda natrium karbonat var əvvəlcədən. 10,6 qram natrium karbonatda elə 0,1 mol natrium 2CO3 deməkdir. Deməli, var. İndi bunları silək. Aha. X və natrium hidrokarbonatın mol sayını zamanı. X-a baxaq. X-ın nu X yazaq. Zamandan asılı tau. Demək, yoldaşlar, X yəni natrium karbonatı 0,1 mol var idi. Elə 0,3 molda əmələ gəldi. Deməli, 0,4 olacaq. 0,3-dən deməli 0,1 var idi, 0,4 də əmələ gəldi. Və belə bir qrafiklə bunu çəkdik. Tutaq ki, tau heç nəsə verib burada. Sadəcə tau anına qədər. Yəni də olsun tau 1. Deməli, bu oldu X maddəsi. Natrium karbonata baxaq uşaqlar. Daha doğrusu natrium hidrokarbonat. Natrium hidrokarbonat zamandan asılı olaraq natrium karbonat başlanğıcı nə qədər idi? 0,6 mol və hamısı tam olaraq parçalandı. Yəni gəlir düşür 0-a. Bu olsun lap tau 1 yenə. 59 da belə. Yoldaşlar, mən bu sualları həqiqətən deyirəm, əvvəlcədən işləmirəm deyə belə
biraz vaxtdan yəni düzgün istifadə etməyi bacarmıram, amma siz özünüz vaxtdan düzgün istifadə etməyi bacarın. Sonra parçalama reaksiyası başa çatdıqdan sonra Y qazının həcmini yoldaşlar bir dənə baxaq. Gərək silməzdik. Və parçalandıqdan sonra Y qazının həcmini. Gəl baxaq, natrium hidrokarbon 0.6 tapdıq. Vəsiyo, rahat işləyə bilərik. Onda gəl silək yenə. Natrium hidrokarbon 0.6 mol parçalanmışdı elə. Gəl yazıram, natrium hidrokarbon təzədən yazıram. Natrium hidrokarbonat parçalanır. Alınır natrium 2CO3. Üzərinə gəlsin karbon qazı, üzərinə gəlsin su. Bura 1-2 yazıram. Bunun 2 molunun parçalanmasından 22.4 litrdirsə, nə qədər tapmışdıq? 0.6 mol. 0.6 mola yazıram X. Buradan X bərabərdir. 0.6 vurulsun 22.4 bölünsün 2. 6,72 litr. 6,72 litr oldu həcm. Birinci sualın cavabı. Bu qazın nəhəng suyu ilə, yəni kalsium hidroksidlə, kalsium hidroksid üzərinə gəlsin karbon qazı, əmələ gəlir kalsium karbonat çöküntüsü, üzərinə gəlsin su. Əməl gətirir çöküntünün maksimum mol sayının hesabını. Yoldaşlar, bunun 22,4 litrinə 1 mol çöküntüdürsə, biz bunu 6,72 litr tapmışıq. Buradan da Y bərabərdir. 6,74-ü 72 bölür 22,4-ə 0,3 mol elədir. Bu günlük bu qədər.